Değerli Aftab kanalı izləyiciləri, hər biri salamlarıq, yeni videomuz xoş gəlmisiniz. Dostlar, bugünkü videomuzda sizə seçilmiş avtomobilləri təqdim etmək istəyirəm. Birinci avtomobilimiz BMW 5-ci seri Y39. Sahibi zəhmət olsun məlumatları versin. Salamünaleyküm. Salamünaleyküm. İli 2002, 2002-ci ildir. 25, 25. avtomatlı benzin. Qoşavalın sistemi. Qoşavalın. Aha. Android monitoru var. Android monitoru, salonu salonu yığılıb. Salonu yığılıb. Luku işləyir. Luku da işləyir. Luku da var, işləvə istədi. Yürüyüşün istədi. Yürüyüşdə 336 min. Aycan yürüyüşdə. Bəli. Aha. Belə. Dəyişən etal vurğudar olub. Yox, bir dənə arxa kırlasında əziz olub, ondakı. Onda düzəlib. Aha. Bəs belə motorunda yağ azaltma, sürətlər qüsunda azma gecikmə. Yoxdur. Yox. Əlaqə nömrəsini deyərsiniz? 051 333 26 66. Maşın qiyməti? Maşın qiymətdəki 11500. 11500. İnşallah maşın qiyməti deyilir. Reallıq olsa da aşağı yeri olacaq təbii ki. Bu da avtomobilin salonu. Sərgiyə vəzifədə sahib dediyi kimi yığılıb. Luku da var, işlə vəzifədə. Altında 4 dənə təzə təkərləri var. Bu ise avtomobilin görünüşü. Reallıq olsa inşallah aşağıya olacaq da. İşte dostlar, ümid edirəm xoşunuza gəldi. Bir isə keçir növbəti avtomobilə. Dostlar, sizə növbəti bir avtomobili təqdim etmək istəyirəm. Hyundai i30. Mexanik sürətlər qutusudur. Salonu və isti bu cürdür. Çexolla üzlənib. Yürüyüşü isə 282 min. Android monitoru quraşdırılıb. Mexanik dediyim kimi sürətlər qutusudur. Məlumatlar verəcəm olursa. Məlumatlar. İl 2007 1.6 turbo dizel. Problemi yoxdur. Xırda-xırış problem olsa nəzərə alınacaq. Turbosunda, motorunda da heç problem yoxdur. Elə bir yerində problemi yoxdur. Yüngül kosmetik bir şey ola bilər. Beləsə bir şey. Qızı balaca. Al yengi var işte. Salon zad yaxşı vəziyyətdədir. Təkərlər yaxşı vəziyyətdədir. Belə yəni vuruğu, udarı olmuyor. Elə bir şeyində o qədər də bilmirəm. Maşın da nə dəmirdir. O deyə bilmərəm nəsə var yoxdur, amma göz qabağında da olduğu kimi çəkir. Qiymət? Ola bilmər. Qiyməti 13 minə deyirəm. 13 minə inşallah sahibi qiymətini deyir. Reallıq olsa da aşağı yerdə olacaq. Bu da avtomobilin arxa hissəsidir. Nömrəsində verilir. Nömrəsi üstündə hədiyyə. Bir də əlaqə nömrəsini deyərsiniz inşallah. 055 558 84 98. 84 98. Motorunda yağ azaltma, sürətlər qutusunda açıb eləmə yoxdur. Qranatında da yaxşı vəziyyətdir. Altında da çürük pası yoxdur. Heç. Değerli Aftab kanalı izləyicilər, sizə növbəti bir avtomobili təqdim edəcək. Nissan Tida. Sahibi zəhmət olsun məlumatlarını versin ətraflı maşın haqqında. İl nədir? 2011'de. Motor 1.5. 1.5. Yürüyüşü uzadı. Yürüyüşün olmasında 122. 122. Android monitoru quraşdırılıb. Salonu və isti bu cürdür. Çexolla üzlənib. Belə motorunda yağ azaltma, Yox, heç nə yoxdur, elə sürətlər problem. qütusunu atma yoxdur. Yox, bir dənə kalıqda yağ dəyişilməli dəyişdi. Bir də işlik dəyişmə. Onun qiymətini çıxarsın inşallah. Əlbəttə, razılaşarıq, problem deyil. Bir də qiyməti 11,5 lira. 11,5 inşallah sahibin qiymətini deyir. Aşağıya da olacaq da. Təbii Bir də ki. əlaqə nömrəsi 070 294 4609. 4609.
Vurğudarı, çürüpası, Yox, heç elə bir şeylər elə bir yox. şeylər yox. Sadəcə gördüyümüz bu şiti dəyişməlidir. Bir də karokan yağı. Çöldən avtomobili göstərək. Nissan Sedan kim bəyənirsə rəy formasında öz fikrini yaza bilər. Dəyərli Avtop kanalı izləyiciləri, hər birinizi yenidən salamlayırıq və növbəti avtomobili təqdim edim sizə. Maraqlı bir avtomobildir. Sumqayıt maşın bazarında hər belə şeydən yoxdur. Fiat Coupe. Kupe. Coupe. Mexanik sürətlə qutusudur. Çıxaq avtomobili çöldən göstərək. Birinci məlumatdan verək. Məlumatdan verək. İl nədir? 94 değil. 94. Zavodskoy maşınıdır. Zavodskoy maşını. El değim. Fırığı yoktu. Motor neçədir? 2. 2 motor. Yağ azaltma azad yoxdur ki? Yağı yok. Təzə maşın. 208'e koyuyorum üstə. Aha. Sürətlə qutusunda atma Ha? yoxdur. Sürətlə qutusu atma yoxdur. Hiçbir şey yoktu. O da diyərəm. Qiymət neçə deyirsiz? 5-7'ye. 5700 inşallah maşın qiymət deyir. Real alıcı olsa aşağı yerdə eləyərik. Bir də əlaqə nömrəsini deyərsiniz. Zəng gəldi. 5-7'ye. Əlaqə nömrəsi. Sizin nömrəniz. 051 606 36 99. 36 99. Avtomobil sizə çöldən də təqdim edək. Salonun vəziyyəti bu cürdür. Belə bir maraqlı diz təkərləndir. Bu da bunun motorxanası. 2 motor. 2 motor. Maraqlı bir avtomobil dostlar. Öz fikrinizi kommentdə təbii ki bildirə bilərsiniz. Mexanik sürətlə qutusudur. Sahib dediyinə görə heç problem də yoxdur bugünkü günə. 30 tur avtomobili. Bu da avtomobilin arxa hissəsi. Maraqlı bir də rəngi var. Hamısına da işliyor. Kondisioner istəyir. Hətta kondisioner belə işləyir. İnşallah qiyməti deyildi, əlaqə nömrəsi deyildi. Ya lazım olsa ona da endirim eləyəcəyik. Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Nissan Note. Məlumatlarını zəhmət onun sahibi versin. 2016-cı ildir. Heç problem. Qiyməti də ki, Avtomat sürətlə qutusudur. Android monitoru var. Salonu vəziyyəti bu cürdür. Aha. Qiyməti? qiymətdə 12800. 12800. Qat-qat aşağı. 12800 inşallah qiyməti deyir. Əlmiyanda təcili satılır. Əlmiyanda təcil satılır. Əlaqə nömrəsi 051 509 75 75. 75 75. Elə bilər nəsə probleminiz adı var. Yox, heç bir. Apar harda reistir yoxlatdır. Aha. Heç problemi yoxdur. Yürüyüş neçədir? 146 orijinal təmiz problem. 146 orijinal yürüyüşdür. İl nə idi? 2016. 2016-cı il. Söldən də göstər avtomobili. Təkərlərin vəziyyəti bu cürdür. Bu da avtomobilin görünüşü. Boz rəngdədir. Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Chevrolet Cruze. Amma bu furqondur. Mexanik sürətlə qutusudur. Məlumatlar verəcəm Tomusa. 2014'tü, servisli, 1.6'da motordu.
Aha, yağ azaltmaza yoxdur ki. Yox, yox. Vuruqlar. Yox yəni. Qiymət nə qədər deyirsiniz? Qiyməti 11.500. 11500. Və alacaq olsa şey olacaq. Bir də əlaqə nömrəsi 70 666 6006. 6006. Sürük, pas yoxdur. Təkələr yenidir. Dediğim kimi də furmandır. Dəyərli Aftab kanalı izləyiciləri, sizə növbəti bir avtomobili təqdim edeyim. Opel Astra axtardınız məndən. 1.3 dizeldir, turbo dizeldir. Ekonom Opel Astra. Mexanik sürətlər qutusu 472.000 orijinal yürüşdür. Salonu və isti bu cürdür. Çexolunu üzlənib. Avtomobil qara rəngdədir. Altında da 4 dənə təzə təkələri var. 40 tane tartışma altında. Vuruksuz varsız maşın. Vurğu darda olmuyor. Aha. Vurğu Ətraflı darı nə olmuyor. məlumat var hamısı verir. Vuruğu udarı yoxdur, təmiz maşındır. Maşının müəyyən yerlərində kraska var, təzə təkərləri var. Çıxol təzədir, yağı təzə dəyişilib. Canım sağ desin. Bir sözdən sahibi sizin üçün hər şey uca eləyib. Alan adama bir dənə dizelini töksün, otsun, sürsün. Avtomobillə salonu çox səliqəli vəziyyətdədir. Bu da arxa səsi. Opel Astra furqon. Əlaqə nömrəsi 070 840 9502. Əlaqə nömrəsi 070 840 9502. avtomobilin qiyməti 9800-ə deyil. inşallah 9800-ə maşının qiyməti deyilir. Danışarıq. Reallıq olsa da avtomobil yanında danışma olar. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Kia. Mahmuddan biraz zəhmət olmasa. Kia Optima'da 2013. Kia Optima. Aha. 2013 tek pasportu 2014 modelinin. Turbo motordu, 2 turbo. 2 turbo. Problem yoxdur ki turbosunda zarında. Yok, hiçbir problem yok. Motorunu yazıltma yoxdur ki. Ne motorda problem var, ne hiçbir şey. Sürətlər qutusunda heç problem yoxdur. Sürətlər qutusu da yaxşıdır. Lük sadə istəyir. sürətlər. Panoram özdə lükdur. Dəri salonlandı. Aha. Yürüyüşü neçədir? Yürüyüşü 137 min Mil. 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 Aha. Belə, avtomobilin qiyməti deyər zəhmət olmasa 22.500. 22.500. İnşallah avtomobil qiymət deyilir. Bir alıcı olsa maşın yanında endirim olacaq. Bir də əlaqə nömrəsi 070 398 67 17. 67 17. Avtomobili çöldüm göstərək sizə. Dörd dənə altında təzə salfan təkərləri qoyulub. Bu isə avtomobilin görünüşü. Sizə növbəti bir Hyundai Santa Fe-ni göstəreyim. Belə bir Android monitoru quraşdırılıb. Salonu vəziyyəti bu cürdür. Çexolun üzlənib, lüku da var. İşlə vəziyyətədir. Məlumatları verə bilərsən Tomasa. 2007-dir, 2.7 benzindir. Aha. 15.800 manata deyirəm. Sığortası texniki baxışı təzədir. Maşın vuruğu udarı yoxdur.
304 min. Işıqları var. Orijinal 304 yürüşdür. kilometre gedir. Ambiyans ışıqları da var. 7 yerlidir. Aha. Tam ideal vəziyyətdədir də. Qiyməti də 15800 manat. Telefon nömrəm lazım. Lazım. 055 07. 330 08 07 070 330 08 08. Altında da 4 tane təzə təkərləri var. Gördüyünüz kimi. Bu isə avtomobilin arka hissəsidir. Lüku da var, işlə vəziyyətədir. Motorunda yağ azaltmazda yoxdur. Motorunda yağ Sürüyü azalma pas. yoxdur. Sürü pas qəti yoxdur. Elə bunlarda Tam səliqə, ambiyans işığı, led işıqlar, duman. Qoşub ayıra bilirsən. Heç bir problem yox. Bu maşın mümkündə heç bir problem yox. benzin tök, otusur. Sizə növbəti bir Opel Astra təqdim etmək istəyirəm. Məlumatdan zəhmət olsun verəsiniz. 2007-ci ildir heç bir barədən dəyişəni yoxdur. İdeal vəziyyətdə. Neçə motor? 1.3 Biri turbo dizel. Turbosunda zaman problem yoxdur. heç bir şey yox. Mexanik sürətlər qutusudur, yürüyüşü isə 263 min. Motorunda yazılma zat yoxdur. Heç. Aha. Sürətlər qutusuna atma geçmə yoxdur. Yox. Əlaqə etməsin deyərsən. Model 302 4021. 40-21. Maşın qiyməti 11.000 deyilik. 11 min. İnşallah sahibi qiymətini deyir. Reallıq olsa da aşağı alacaq. Şuradan avtomobil təqdim edir. Salon və səliqə vəziyyətədir. Təşələr də təzədir. Qiymətini deriz? 11 min. Aşağı olacaq da. Vuru, udarı, dəyişən italı yox idi. Grantlarınız zaten. Sizə növbəti bir avtomobili təqdim etmək istəyirəm. Bayik. Aha. Salonu və isti bu cürdür. Dəri salondur. Yürüyüşü neçədir? 93 min orijinal yürüyüşdür. Avtomat sürətlər qutusudur. Məlumatdan biraz zəhmət olmasa. Deməli 1.5 turbodur. Aha. 2017-də Bayek Chembo 600. Açarsız daxil olma. Dəri salon. 2017-dən. Təkərlər də təzədir. Bu isə avtomobilin görünüşü. Sərfiyyatı necədir? Sərfiyyat. 810 litr. 810 litr, hə. Motorunda yağ azaltma da yoxdur. Vuruqdadır. Arkasında adam oturmuş diyorsun tabii salona var. Sərgə bir vəziyyətdə avtomobildir. Burası aç göstərirsə. Qiymət nə qədər deyirsiniz? 19 yarım. İnşallah razı olsa mənimlə gələnlər endirim olacaq. Partiyada olar. Hansı maşınla? Fərqi yoxdur. Nə maşın olsa barterdə mümkündür. Əsas sürüş yerli pikapa. Aha, kitapa üstünlüğü verilir. Bir də əlaqə nömrəsi 70 070 708 32 32 əlaqə nömrəsidir. Nə maşınınız varsa buyurub təklifiniz verə bilərsiniz.
Maşın nerede qalır? Şəhərdə. Maşını şəhərdə Bakıda baxa bilərsiniz. Sizə növbəti bir avtomobil təqdim etmək istəyirəm. Lada Vaz 015. Salonu vəzdi bu cürdür. Məlumatdan verəcəm olsa ətrafı. 2011-ci ildə bezli tavqı təmiz zavod maşını. Aha. Bir 200 manatlıq kosmetik işi var. Qiyməti 8000. 8000-də qiymət deyilir. Sonda yoxsa şey olacaq. Azca olar. Azca olar. Cüzi endirim olacaq. Dəyişiklik tavırı da olub. Heç nə yox. Motoruna yazılma yoxdur ki. Yox. Tərtəmiz. Süətlər qutusu atı beləmi? Yox. Tərtəmiz. 1 manat. Nədir bu elə? 2011 bezli tavqı. Qiymət? İldə 2011-dir. Altında 4 dənə təzə təkələr var. Nömrəsi 050 483 13 23. 13-23. Maşının qiyməti isə 8000. Sizə növbəti bir avtomobili təqdim edeyim. Toyota Prius. Bez detal. Salonu və üstü bu cürdür. Çexolla üzlənib. İl nədir? İli. 2008-2009'dur. Bez detal bir avtomobildir. Sərgi əvvəlsin sizin üçün burada Prius tatmışam. Məlumatlar verərsən? Məlumatları. 2008-2009'dur. Motor ABS ideal vəziyyətdədir. ABS motor, baterya yaxşı vəziyyətdədir. Dəyişən işlər yox, heç bir detal dəyişmir. Hazır maşınlar. Hazır otur maşındır. Qiymət neçədir? 11.000 deyirəm, real olacaq yəni. 11.000 deyir sahibi qiymətini. İnşallah razı olsa aşağıda olacaq. Əlaqə nömrəsi 050. Aparım ustada da yoxlatdıra bilərlər. Bir problemdə tutsa siz tərtib versin. Yəni dəyişən ithal olmuyor. Bezli ithal avtomobildir. Motorlar da sahibi deyir ki, yazılma yoxdur. Sizə növbəti bir avtomobili təqdim etmək istəyirəm. Lada Vaz 07. İzləyicilərimiz 07 istəyirdir. Göstərim sizə də 07-ni. 2 dənə arxasında kolonkası var. İl nədir? 2001-ci ildir. Dəyişən ithal var, udar. Udar yoxdur, dəyişən. Dəyişən var, udar yoxdur. Harası dəyişilib? Bak evinə özünkidir. Bak evinə özünkidir. Burası da sərgiyə vəziyyətdədir. Ha, ili qiymətini 4700-ə. Aşağı olacaq. Bir də əlaqə nömrəsi 2851. Sizə növbəti bir avtomobili təqdim edeyim. Lada 06. Məlumatlarını verəsən. Məlumatlarını. Məlumatlar Aha. 87-ci il bez detal, bez kraska. Bez detal, bez kraska. 87-ci il bez detal, bez kraska. 4 korobka, 01 motor. Düzgü yeri diriz asılmıyıb da ha. Bakarın özünkiləri. Baxsınlar, hər bir şey özünkidə var. Most necədir? Boss kimi qardaşım, 4 taraflı, boss kimi orada səs yox, hər bir şey yağ vəziyyətdə. Bakım aşağıda. Aracı yaxşı bakım. Çürük pası var da. Yox qardaşım, çürük pası heç bir şey yox. Yaşların yenə Belə deyiləm.
6200 manat. 6200 manat qiyməti deyilir. Digital 5 qaz. Aşağı olacaq. Qazlaşar ilə aldı. Ha. Bir də əlaqə nömrəsi 055 444 56 47. 56 47. Bəli. Bakı maşını. Aşağıda gətir. Dostum, növbəti bir avtomobili təqdim edim sizə. Volga. Salonun vəziyyəti bu cürdür. Çexolun üzlənib. Arxasında da 2 dənə kolonkası var. Android monitoru quraşdırılıb. 311 mində yürüşdür. Məlumatları verəcəm Tomasa. Məlumatlarını. İli 2004. Motor. Motor 200. Benzin də. Barter. Hansı maşınlar? Barter var dostlar. Hansı maşın təşrif eləsəz, o ilə də barter olunacaq. Rəy forması açıqdır. Öz fikrinizi yazıb bitirə bilərsiniz. Qiymət nə edirsiniz? 400. Aşağı olacaq. Aşağı olacaq. Bir də əlaqə nömrəsi. Əlaqə nömrəsi. 055 216 38. Ha. Geniş de bagajı var. Real alıcı olsa ustana gəlsin, nə problemsə istərsə qarşılayın. Heç problem yoxdur avtomobilin. Dəyişik kavuru da olub. Bəli? Dəyişik kavuru da. Yox. Bunu bir adı yoxdur. Arxa görüntü kamerası da var, Android monitoru var. Kontrol monitör yox, hər şey var. Təkərləri normaldır, zəiflər. 055 055 216 216 30 3038. Realcədə endirim olacaq qiymət. Dostum, növbəti bir avtomobili təqdim edeyim. Tofaş. İli 2003-dür, qiyməti 5000-dir. Aşağı olacaq. Aşağıda olacaq. Əlaqə nömrəsi 055 425 2181. 2181. Sonra təqdim edeyim avtomobili. Halı sərgiyə vəzifədir. Altında 4 dənə şeyləri var.